Siyasətin izahlı lüğəti efirdədir. Antarktidanın buzlaqları böyük sürətlə əriyir. Bu isə böyük fəlakətlərə səbəb ola bilər. Antarktidanın ərazisi kimə məxsusdur? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Antarktida dünyada heç bir dövlətin tam olaraq suverenliyi altında olmayan unikal bir ərazidir. 1959-cu ildə imzalanmış Antarktida müqaviləsi bu qitənin beynəlxalq hüquqi statusunu müəyyən edir. Müqaviləyə əsasən Antarktida yalnız dinc məqsədlər üçün istifadə edilə bilər və burada hərbi fəaliyyət qadağandır. Həmçinin bu qitədə təbii ehtiyatların istismarı qadağandır və elmi araşdırmalar üçün açıqdır. Antarktida ilə bağlı ən maraqlı məqamlardan biri odur ki, bəzi dövlətlər bu qitə üzərində ərazi iddiaları vaxtilə irəli sürmüşlər. Məsələn, bu sırada Argentina, Avstraliya, Böyük Britaniya və Yeni Zelandiya kimi ölkələr Antarktidanın müəyyən hissələrinə iddia edib. Lakin Antarktida müqaviləsi bu iddiaların müvəqqəti dondurulmasını təmin edir və beynəlxalq əməkdaşlığı belə də mümkündürsə təşviq edir.